Salam şagirdlər, mən Allahverdiyeва Nərmin müəllimə. Bu videoda mən sizin üçün 6-cı sinif təbiət dərsliyindən 2-ci hissədə olan istilik enerjisinin ötürülməsi bölməsinin izahını paylaşacağam. Biz bilirik ki, gündəlik həyatımızda bunları müşahidə edirik və bilirik ki, istiliyin təsiri ilə maddələr bərk halda maye halına keçir, yəni aqreqat halını dəyişir. Eyni zamanda maye haldan qaz halına keçirlər. Və eyni zamanda istiliyin təsirindən sadəcə maddələrin aqreqat halı deyil, həm də ölçüləri dəyişə bilir. Yəni cisimlər istidən genişlənirlər və cisimlərin istidən genişlənməsində təbiətdə bir sıra belə deyək də proseslərdə istifadə olunur. İstiliyin təsiri ilə maddələrdə və cisimlərdə baş verən dəyişikliklərdə məişət və texnologiyada geniş istifadə olunur, qeyd edirik. Sonra cisimlərin istidən genişlənməsi necə baş verir? Bilirik ki, bərk halda olan zərrəciklər bir-birinə daha sıx yerləşir. Mayelərdə zərrəciklər nisbətən aralı yerləşir, qazlarda isə zərrəciklər bir-birindən daha çox aralıda yerləşir. Və mayelərdə zərrəciklər arasındakı məsafə qazlara nisbətən biraz azdır. Bərk maddələrdə zərrəciklər arasındakı məsafə mayelərə nisbətən daha azdır. Və bunların zərrəcikləri hər üç halda maye, qaz və bərk halının zərrəcikləri rəqsi hərəkət edirlər. Yəni bir-birinə toxunurlar. Bilirsiniz, hərəkət etdikdə bir-birinə dəyirlər və dəydiyi zaman bir-birinə kinetik enerjiləri bir-birinə keçir. Və zərrəciklərin sürəti və kütləsi olduğu kimi onlar kinetik enerjiyə də malikdir deyirik. Əgər hərəkət edən bir şey varsa, deməli burada mütləq nə var? Kinetik enerjisi var. Zərrəcikləri, deməli cisimləri qızdırdıqda onların kinetik enerjisi artır. Onlar daha sürətlə hərəkət etməyə başlayırlar. Məsələn, bərk halda olan maddəni qızdırdıqda onların maye halına keçir. Maye halına keçir və onların arasındakı zərrəciklər arasında məsafə artır və onlar daha sürətlə hərəkət etməyə başlayırlar bərk maddəyə nisbətən və onların kinetik enerjisi artır. Və qızdıran cismin temperaturunun artmasının səbəbi zərrəciklərin kinetik enerjisinin artmasıdır. Kinetik enerji artır deyə ona görə onların temperaturları artmış olur. Və maddənin temperaturu artdıqca onları təşkil edən zərrəciklər arasındakı məsafədə artmış olur və onlar daha sürətlə hərəkət etməyə başlayırlar. Və istiliyin təsirlə cisimlərin genişlənməsi istilikdən genişlənmə adlanmış olur. Və indi burada nəyi deyirik? Deyirik ki, məsələn, cisimləri soyutduqda onların kinetik enerjisi azalır. Kinetik enerjisi azaldığına görə, yəni onların zərrəciklər arasında, bax burada göstərildiyi kimi, zərrəciklər burada, bax bunlar hər biri zərrəciklərdir. Baxın, zərrəciklərdir. Deməli, cisimləri soyuduqda zərrəciklərin kinetik enerjisi azalır, çünki onların sürəti azalır. Və onların kütləsində isə heç bir dəyişiklik olmur. İstəyir bərk maddə olsun, istəyir maye halında olsun, qaz halında olsun, onun kütləsində dəyişiklik olmur. Sadəcə olaraq həcmində dəyişiklik olur. Əgər indi belə deyək də, maddədirsə, cisimdirsə, hər hansı bir cisimdirsə, bu bərk halda olur və soyuma cisimləri təşkil edən zərrəciklər arasındakı məsafənin azalmasına səbəb olur və bu da onun həcmini azaldır. Deməli, cisimlər qızdırıldığı zaman onların zərrəciklər arasındakı məsafə artır, kinetik enerji artır və bu da onun həcminin genişlənməsinə səbəb olur. Tutaq ki, məsələn, cisim belə idi, burada zərrəciklər bir-birinə yaxın-yaxın yerləşmişdi, Ondan sonra cismi qızdırdıq, zərrəciklər bir-birindən aralı yerləşməyə başladı və daha da hərəkət etməyə başladı. Bu da onların həcminin artmasına səbəb olur. Deməli, cismi qızdırıldıqda onu təşkil edən zərrəciklər bir-birindən aralanır və daha sürətlə hərəkət etməyə başlayır. Bu da onun kinetik enerjisinin artmasına səbəb olur. Yəni artması nəticəsində onlar sürətlə hərəkət edirlər və cismin kütləsi dəyişmir, amma həcmi dəyişir. Yəni həcmi genişlənir. Eyni zamanda zərrəciklər bir-birindən aralandığına görə onların sıxlığı da azalmış olur. Yəni bir-birinə yaxın olanda daha sıx yerləşir deyə deyirdik, sıxlığı çoxdur. Bir-birindən aralı yerləşəndə bir-birinə daha aralı yerləşənə görə deyirik ki, sıxlığı azdır. Amma cismi soyutduqda zərrəciklər bir-birinə yaxınlaşır, onların kinetik enerjisi azalır deyə, ona görə zərrəciklər bir-birinə yaxınlaşır, daha sürətlə hərəkət edə bilmir. Bu da cismin həcminin azalmasına səbəb olur. Cismin həcmi də azaldığı üçün, zərrəciklər bir-birinə daha yaxın yerləşdiyi üçün, ona görə deyirik ki, sıxlığı artmış olur. Yəni zərrəciklər bir-birinə daha sıx yerləşir, ona görə sıxlığı artmış olur. Və cisimlərin həcminin dəyişməsi bir sıra problemləri səbəb olur. Məsələn, dəmir yol reyslərində istiliyin təsiri ilə o dəmirlər bir-birindən belə deyək də
istidən genişlənir deyə forması itirir. Bunun üçün də metal köprülərin və boruların istidən genişlənib zədələnməməsi üçün genişləndirici borulardan istifadə olunur ki, bu borular genişləndirici borular həm bu boruların, buradakı borunun, yəni zədələnmədən genişlənməsinə şərait yaradır. Baxın, görürsünüz, istiliyin təsirindən deyirik ki, yay aylarında bu elektrik naqilləri də genişləmiş olur və daha aşağı sallanmış olur. Ona görə də o elektrik naqillərini çəkərkən bunları nəzərə alırlar ki, xüsusi maddələrlə təchiz edirlər, üzərini örtürlər ki, yəni istiliyin təsirinə daha çox məruz qalmasın və aşağı sallamasın. Təbii ki, bu da artıq təhlükələrə səbəb olmuş ola bilər. Və Eyfel qülləsi yalnız metal materiallardan hazırlanmışdır. Hündürlüyü 300 metrdir və isti və soyuğun təsirindən, bu metal olduğuna görə istinin təsirindən genişlənir, soyuğun təsirindən isə uzunluğu biraz azalır. Ona görə də ilin müxtəlif fəsillərində uzunluğu artıb azala bilir deyirik. Sonra istinin təsirindən müxtəlif maddələr fərqli cür genişlənir. Məsələn, metal maddələr istiliyin təsirindən, metallar istiliyi daha yaxşı keçirdiyi üçün istiliyin təsirindən daha tez genişlənir. Əgər bankanın ağzını biz açmaq istəyiriksə, banka özü şüşədəndir, amma qapağı metal materialdandır. Ona görə də isti suya onu yaxınlaşdırsaq, bir neçə dəqiqə isti suyun altına saxlasaq, artıq o istiliyin təsirindən genişlənəcək və daha rahat açılmış ola biləcək. Və iki fərqli materialdan hazırlanmış cisimlərin istiliyin təsirinə müxtəlif cür məruz qalır. Məsələn, mis və dəmir istiliyin təsirinə daha fərqli məruz qalır. Çünki onların ərimə və qaynama temperaturları fərqlidir. Yəni ona görə də fərqli cür reaksiya verirlər də. Məsələn, dəmir istiliyin təsirinə daha çox dözümlüdür. Daha yüksək temperatur olmalıdır ki, o ərisin, amma mis daha aşağı temperaturda, yəni dəmir nisbətən daha aşağı temperaturda əridiyinə görə, ona görə onu müxtəlif formaya salmaq olur. Və bu iki metallı çubuğun bu xəssəsindən istifadə edilir. Termometr hazırlamasında istifadə olunur və yanğından mühafizə məqsədi ilə elektrik dövrəsi qurulmasında da istifadə olunur. Bunlarda mütləq fikir verirsiniz. Sonra istilik tarazlığı və istilik keçirmə. Gündəlik həyatımızda bunu çox müşahidə edirik. İstilik keçirmə, istilik tarazlığı. İki cismi bir-birinin yanına qoysaq, biri soyuqsa, biri istidirsə, müəyyən vaxtdan sonra görəcəyik ki, isti olan cisim biraz soyudu, soyuq olan cisim biraz isindi. Çünki isti olan cisim öz istiliyini soyuq olan cisimə verdi və bunlar arasında istilik keçirmə baş verdi və bu proses istilik tarazlığı adlanır. Yəni onlar arasındakı istiliyin bərabər olması artıq istilik tarazlığı adlanır. Və isti cismin zərrəciklərinin kinetik enerjisi soyuq cismin zərrəciklərinin kinetik enerjisindən böyük olur. Və isti cismin zərrəciklərinin kinetik enerjisi çox olduğuna görə onun zərrəcikləri daha sürətli hərəkət edir. Daha sürətli hərəkət elədiyinə görə cərbaq tutaq ki, məsələn, bu isti bir cisimdir. Bu da yaxın çəkək. Bu isti bir cisimdir. Bu da soyuq bir cisimdir. İsti, bu da soyuq. Bunun zərrəcikləri bir-birindən aralıdır və daha sürətlə hərəkət edir. Amma soyuq cismin zərrəcikləri bir-birinə daha yaxın yerləşir. Və isti cismin zərrəcikləri soyuq cismin zərrəcikləri ilə təmasa girir, toxunur onlara və onların da hərəkət etməsinə səbəb olur, kinetik enerjisinin artmasına səbəb olur və bununla da temperaturlar bərabərləşənə qədər bu proses davam edir və temperaturun bərabərləşməsi artıq istilik tarazlığı adlanmış olur. Və cisimləri alovda qızdırdıqda da oxşar proses baş verir. Yəni isti cismin istilik hissəsindən soyuq hissəsinə ötürülür. Tutaq ki, məsələn, bir lampa yandırmışam burada. Tutaq ki, bir hissəsində bir cisim tutmuşam və müəyyən vaxtdan sonra bu bir hissəsində də başqa bir cisimdir. Müəyyən vaxtdan sonra bu hissəsindəki istilik bu bir hissəsinə ötürülmüş olur. Bu da istilik keçirmə adlanır. Və bəzi maddələr istiliyi yaxşı, bəziləri pis keçirdir. Məsələn, istiliyi yaxşı keçirənlər qızıl, gümüş, sinkdən, yəni metallar misal göstərə bilərik. İstiliyi pis keçirənlər isə şüşə yunu, sonra yun, polistirol, köpük, yəni taxta, plastik, yəni qeyri-metallarda, metal olmayanlar isə istiliyi pis keçirdir. Ona görə də istiliyi
Məsələn, bir ev tikəndə, orada istiliyi yaxşı keçirtməsin deyə, məsələn, yayda ev çox isti olmasın deyə, onda onun üzərinə xüsusi örtü ilə örtürlər ki, istiliyi yaxşı keçirtməsin. Və yaxud da ki, əgər istiliyi keçirtməsini istəyirlərsə, xüsusi maddələrlə təchiz edirlər ki, istiliyi yaxşı keçirsin. Belə, yəni adətən istiliyi yaxşı keçirtməsin deyə, yəni çöldən istilik içəri daxil olmasın deyə və yaxud da ki, içəridəki istilik çölə çıxmasın deyə qışda onu xüsusi materiallarla təchiz edirlər ki, buna da istilik izolyatoru deyirlər. Sonra deyirik ki, sinif otağına daxil olduğumuz zaman görürük ki, yəqin ki, bunu gündəlik müşahidə edirsiniz. Baxırıq ki, sinifdə pəncərə açıqdır və sinif soyuqdur. Əlimizi taxtaya, partanın taxtasına vursaq, biraz soyuqdur, amma dəmirinə vursaq görəcək çox soyuqdur. Əslində ikisi də eyni qədər soyuqluqdadır. Sadəcə olaraq metal maddələr istiliyi daha yaxşı keçirdiyinə görə, ona görə bizim əlimizin istiliyini alır və bizim əlimiz soyuyur. Ona görə biz onu daha soyuq kimi hiss edirik. Amma taxta materialda olan hissələr istiliyi zəif keçirdiyinə görə əlimizin istiliyini çox almır. Ona görə də bizim əlimiz isti olur. Biz də elə bilirik ki, taxta çox soyuq deyil, amma dəmir çox soyuqdur. Amma əslində ikisinin də soyuqluğu eyni qədərdir. Və istilik enerjisi itkisini azaltmaq üçün pəncərə şüşələrini 2 qatlı eləyirlər ki, içəridə olan istilik çölə daxil olmasın və yaxud da ki, yəni qışda çölə daxil olmasın və yaxud da ki, çöldən yayda çox isti hava içəri daxil olmasın. Buna da istilik izolyatoru deyirlər. Və soyuq iqlimdə yaşayan bəzi heyvanlar vardır ki, bunlar, məsələn, bilirik ki, bir çox quşlar hava soyuq olduğu zaman isti ölkələrə uçub gedirlər, çünki soyuqda yaşaya bilmirlər. Amma bir çox heyvanlar vardır ki, quşlar vardır ki, soyuq yerlərdə yaşayıb qala bilirlər. Niyə yaşayıb qala bilirlər? Çünki orada yaşayıb qala bilməsi üçün uyğunlaşmalar əldə edirlər. Yəni onlar payızda lələklər əmələ gətirirlər ki, o lələklər qışda bədən temperaturunu saxlamasına kömək edir. Yəni ki, məsələn, bədən temperaturunu xarici mühit temperaturuna bərabərləşməsinə kömək edir, istilik tarazlığını təmin edir. Yəni, əgər özünün daxilində istilik çox olsa, ətrafda istilik az olsa, özündəki istilik keçirmə xassəsinə əsasən özündəki istiliyin bir hissəsini xaricə vermiş olacaq və bu da onun üşüməsinə səbəb olacaq. Ona görə də bədən temperaturunu aşağı endirir ki, yəni ətraf mühit temperaturu ilə öz temperaturu bərabər olsun və istilik keçirmə müşahidə olunmasın ki, yəni orqanizmin istiliyi ötürülməsin ki, bu da onun qış aylarında sağ qalmasına şərait yaratsın. Və istilik enerjisinin konveksiya ilə ötürülməsi nə deməkdir? Biri var istilik keçirmə, biri var istiliyin konveksiya ilə ötürməsi. Konveksiya ilə ötürmədə qaz və maye yaxınları vasitəsilə ötürmə baş verir. Yəni maddə daşınması baş verir. Gündəlik həyatımızda çaydanı məsələn qazın üstünə qoyuruq və yaxud da ki, valideynlərinizin bunu etdiyini müşahidə edirsiniz. Çaydanı qazın üstünə qoyduğunuz zaman görürsünüz ki, çaydanın birinci aşağı hissəsi qızır, sonra çıxır yuxarıya və yuxarı hissəsi qızmağa başlayır. Bu necə baş verir? Yəni aşağı hissəsinə istilik təsir eləyir. Aşağı hissəsində olan isti hava yuxarı hissəsinə keçir. Yuxarı hissəsində olan soyuq hava isə aşağı hissəsinə keçir və bu da konveksiya ilə, yəni istiliyin ötürülməsini təmin edir. Aşağı hissəsindəki isti hava çıxır yuxarı, yuxarı hissəsində soyuq hava ötürülür aşağı. Yəni yuxarı hissəsinə ötürülən bu soyuq hava aşağı hissədə bir də qızmağa başlayır. Qızır, istilənir. Bu da konveksiya adlanır. Və qızdırılan suyun sıxlığı azalır, yüngülləşərək yuxarı qalxır deyirik. Çünki biz bilirik ki, soyuq olan cisimlərdə, maddələrdə sıxlıq nisbətən aşağı çoxdur. Çünki onlarda zərrəciklər bir-birinə daha yaxın yerləşir. İstiləndiyi zaman genişlənir, zərrəciklərin kinetik enerjisi artır və onlar bir-birindən daha aralı yerləşirlər. Daha aralı yerləşdiyi zaman sıxlığı azalır və bir-birindən daha aralı yerləşinə görə onların ötürülməsi prosesi daha rahat baş verir. Bu da konveksiya adlanır. Və oxşar proses qazlarda da müşahidə olunur. İsti olduğu üçün yüngülləşər yuxarı qalxan qazın yerini soyuq hava cəryanını əvəz edir ki, bu da isti və soyuğun bir-birini əvəz etməsinə və hər ikisinin qızmasına səbəb olur. Müşahidə etmişsinizsə görürsünüz ki, evlərdə radiatorları aşağı hissəyə qoyurlar, amma kondisioneri yuxarı hissəyə qoyurlar. Bunun səbəbi nədir? Çünki radiator aşağı hissədə ona görədir ki, isti hava yuxarı qalxır, soyuq hava yuxarıdan aşağı düşür və bir də radiatorun
təsiri qızır və bu havanın qızmasına səbəb olur. Amma kondisionerini yuxarı qoyurlar. Çünki soyuq hava yuxarıdan aşağı düşsün və otağı sərinlətsin. Aşağıda olan isti hava isə yuxarı qalxsın və kondisioner onu soyutmuş olsun. Buna görə radiatoru aşağı, kondisioneri isə yuxarı qoyurlar. Sonra bu hissəyə, bilirsinizmi hissəsinə mütləq fikir verirsiniz. Golfstrom cəryanı Meksika körfəzindəki suların isinərək Şimali Avropaya tərəf hərəkət etməsi və soyuduqdan sonra yenə qayıdıb yenidən isinməsi nəticəsində yaranır və Şimali Avropaya doğru gedir və soyuduqdan sonra yeni geri qayıdır. Bu da konveksiya ilə ötürülmə adlanır. Bu cəryan Şimali Avropa iqliminin daha mülayim olmasına kömək edir. Çünki bilirik ki, o hissələrdə hava soyuq olur və istiliyin ötürülməsi nəticəsində Golfstrom cəryanı yaranır ki, Şimali Avropaya tərəf hərəkət edir və orada havanı biraz istidir ki, bu da havanın daha mülayim olmasına, iqlimin daha mülayim olmasına səbəb ola bilir. Sonra bu hissəyə də fikir verirsiniz. Deyirik ki, yəqin ki, yayda müşahidə etmişsiniz. Dəniz qırağında görürsünüz ki, torpaq daha isti olur. Dənizin suyu isə gündüz vaxtı torpaq daha isti olur. Dənizin suyu isə soyuq olur. Bu zaman istilik torpaqdan dənizə doğru, külək isə dənizdən torpağa doğru gəlir. Axşam isə soyuq hava torpaqdan dənizə doğru, isti hava isə dənizdən torpağa doğru hərəkət etmiş olur. Çünki gündüz vaxtı hava isti olduğuna görə, torpaq isti olduğuna görə istiliyi dənizə doğru vermişdi. Ona görə də axşam dəniz isti, torpaq isə soyuq olur və istilik ötürülməsi nəticəsində, yəni gecələrdə yenə dəniz isti olduğu üçün dənizdə olan isti havanı torpağa doğru, torpaqda olan soyuq hava isə dənizə doğru bu şəkildə istilik ötürülməsi baş verir ki, bu da konveksiyadır. Deməli, konveksiya nəticəsində maddə daşınması baş verir. Qaz və maye maddələrin daşınması baş verir deyirik. Və istilik enerjisinin şüalanma ilə ötürülməsi. Buna bir-birinə fərqlidir. İstilik keçirmə, 5 maddələrin istilik keçirməsi fərqlidir. Konveksiyada maye və qazların bir-birinə istiliyin ötürülməsi prosesi baş verir. Eyni zamanda şüalanma ilə ötürülmədə baş verir. Və biz bilirik ki, günəşlə yer arasında fəzada maddə yoxdur. Ona görə də burada günəşin istiliyi yerə konveksiya yolu ötürülə bilmir. Çünki biz dedik ki, konveksiyada maddə daşınması baş verməlidir. Maye və qaz və ya qaz maddələrin daşınması baş verməlidir. İstilik enerjisi, günəşin istilik enerjisi ətrafa şüalanma vasitəsilə ötürülür. Məsələn, biz əlimizi ocağa tutduğumuz zaman orada deməli havanın istilik keçirməsi çox zəif olduğuna görə biz orada istiliyi tam hiss eləmirik. Amma müəyyən vaxtdan sonra belə deyək də hiss eləməyə başlayırıq. Çünki orada elə bil ocağın istiliyi bizə konveksiya ilə ötürülmür. Şüalanma ilə ötürülür. Əgər biz əlimizi biraz yaxınlaşdırdığımız zaman istilik hiss etsəydik, bu zaman deyə bilərdik ki, havadan, yəni ocaqdan havaya keçib istilik, havadan da əlimizə keçib. Amma görürsünüz ki, biz əlimizi ocağa tam biraz da daha çox yaxınlaşdırdığımız zaman istilik hiss edirik. Çünki havanın istilik keçirməsi zəif olduğuna görə orada ocağın istiliyi əlimizə tam keçmir. Yəni havaya tam keçmədiyinə görə havadan da əlimizə keçmir. Yəni bizim bədənimizə keçmir. Amma biz biraz yaxınlaşdırdığımız zaman şüalanma ilə bizim əlimizə istilik keçə bilir. Yəni ocaqdan istiliyin keçirilməsi konveksiya ilə deyil, şüalanma ilə baş verir. Amma kibrit çöpünü yandırsaq, kibrit çöpündə isə hər üç hal baş verə bilər. İsti hava ətrafa yayıla bilər. Eyni zamanda istilik keçirmə ilə də biz əlimizdə kibritdə artıq müəyyən vaxtdan sonra istiliyi müşahidə edə bilirik və bu şüalanma vasitəsilə də ola bilər və konveksiya ilə də ola bilər. Yəni kibritdə biz hər izadə istilik keçirmədən də, şüalanmadan da və konveksiyadan da hər üç halından da belə deyək də istiliyi müəyyən, yəni orqanizmə keçirmiş ola bilər, əlimizə keçirmiş ola bilərik. Amma ocaqda isə sadəcə biz şüalanma ilə keçirdə bilirik.
Bu da belə. Sonra əlimizi yenicə sönmüş ocağa və ya lampaya yaxınlaşdırdığımız zaman biz istiliyi hiss etməyimizin səbəbi həmin cisimlərin istilik şüalandırmasıdır. Yəni sönsə belə yenə də istiliyi şüalandırır. Ona görə də biz onu hiss edə bilirik. Amma işıqdan fərqli olaraq istilik şüalarını gözlə görmək mümkün deyil. Onu xüsusi termal kameralarla müşahidə etmək olur. Baxın burada heyvanlarda qaranlıqda istiliyin bədəndə yayılan istilik şüalarını necə müşahidə edə biləriksə, bunu termal kameralarla müşahidə etmək mümkündür. Biz belə baxanda onun orqanizmində istiliyin necə ötürüldüyünü müşahidə edə bilmirik. Amma termal kameralarla onların bədəndə hələ də istiliyin olduğunu müşahidə etmək olur. Eyni zamanda evlərdə də bu şəkildə. Və biz bilirik ki, bu işıq və görmə dərsindən bilirik ki, bölməsindən daha doğrusu bilirik ki, şəffaf səthlər istiliyi yaxşı keçirdir. Amma bərk cisimlər, qara səthlər istiliyi əks etdirir. Daha doğrusu qara səthlər istiliyi udur, şəffaf səthlər istiliyi əks etdirir. Ona görə də bu xassədən istifadə edərək pəncərə şüşələrini açıq rəngdə edirlər ki, günəşin istiliyi içəri daxil ola bilməsin. Ona görə yəni pəncərələri qara rəngdə eləmirlər. Çünki qara rəng istiliyi udur, içəri daxil edəcək, şəffaf səthlər isə istiliyi əks etdirir. Bu da belə. Və bir də onu qeyd edirik ki, təyyarələr də yəni ki, yuxarıda uçur. Təbii ki, günəşin istiliyinə daha çox məruz qalır deyə. Ona görə onda səthini ağ rəngdə eləyirlər ki, istiliyi əks etdirsin. İzah bu qədər şagirdlər. Hər birinizə uğurlar, sağ olun.